Kim sədəqə verir, özünə eləyir. Kim nə eləyib, öz xeyrini eləyib. Heç kimə yaxşılıq eləmə, yığ pulu, xeyrivədir. Quran deyir, bu yük daşıyandır. Yükü, adam yük aparanda, neynər? Deyirlər ki, biz yükü yüngülləşdirdə verir. Vermək belədir, ehsan eləmək belədir. Dünyadaykən o yük kimi yığılır, beli sındırır. Ondan xərclədikcə yüngülləşir insan. Ahirət xeyri də öz yerində. Amma əli boş gedəcək də, düzdür dünyadan. Ahirət xeyrinə işarə edir. Kəfəndə bir şey gizlətmək olmur, əldə bir şey aparmaq olmur. Bəziləri vardır, deyir, məsələn, nələrsə bastırırlar özü ilə, bu da təzə cahillikdir. Aparmaq olmur bu aləmə heç nə, hə? Amma göndərmək olur. Əvvəlcədən göndərirsən, öz xeyri verirsən hər şeyi. Bu şeyi çox danışmışam. Qoyun kəsdilər, Peyğəmbər, dedilər, inşallah kebab yiyəcək. Var ki, birazın hissəsini kəsdi, bunu aparın filan qonşuya, bunu aparın filan kəsə, bunu aparın filan kəsə. Səhabələr də oturub ki, elə hamısını payladı, bir şey qalmadı, bir dənə bud qaldı, məsal üçün. Dedilər, ya Rasulallah, bizə qalan elə bu oldu. Buyurdu ki, verdiklərimiz bizə qaldı, əlimizdən gedən bu bir dənə bu. O ki, vermişdi ya, onlar qaldı bizə. Mənfəətə baxış belə olanda, görürsən ki, hər şey sənin mənfəətinədir, hər şey sənin xeyrinədir.